Salam dostlar. Bugünkü videomuzda sizləri zaman maşınına mindirib milyonlarla il əvvəl aparacağım. Mövzumuz çox maraqlıdır. Dinozavrlar. Onlar həqiqətən yaşayıbmı? Dini kitablarda onlardan bəhs edilirmi? Necə oldu ki, bu nəhəng canlılar yer üzərində birdən-birə yox oldular? Və ən maraqlısı, əgər dinozavrlar insanlarla eyni dövrdə yaşasaydılar, tarix necə olardı? Gəlin birlikdə bu suallara cavab axtaraq. Gəlin ilk sualı araşdıraq. Dinozavrlar həqiqətən yaşayıblarmı? Bəzi insanlar dinozavrların sadəcə uydurma olduğunu düşünürlər. Amma elm bizə tamamilə başqa bir şey deyir. Yer üzünün müxtəlif bölgələrində, Şimali Amerikada, Argentinada, Çində, Monqolistanda, Afrikanın bir çox yerlərində nəhəng sümük qalıqları tapılıb. Bu qalıqları on minlərlə alim araşdırıb və nəticə eynidir. Dinozavrlar həqiqətən yaşayıblar. Paleontologiya elmi də məhz bu tapıntılardan doğub. 1824-cü ildə İngilis alim William Buckland ilk dəfə Megalosaurus adlı dinozavrın sümüklərini elmi şəkildə təsvir etdi. O gündən bəri elm dünyası bu mövzuya bağlandı və yüzlərlə fərqli dinozavr növü aşkarlandı. Dinozavrlar təxminən 230 milyon il əvvəl Trias dövründə meydana çıxıblar və 66 milyon il əvvəl yox olana qədər milyonlarla il boyu yer üzərinə hökmranlıq ediblər. Bu günə qədər alimlər təxminən 1000-dən çox fərqli dinozavr qalıqları aşkar ediblər. Amma onların sayı bundan da çox ola bilər. Çünki hər il yeni növlər tapılır və siyahıya əlavə olunur. Və yaxşı, hamını maraqlandıran bir sual. Dini kitablarda dinozavrlar varmı? Quranda, Tövratda və İncilin mətnlərində dinozavrların adı açıq şəkildə çəkilmir. Çünki bu kitablar əsasən insanların tarixi və əqli prinsiplər üzərində dayanır. Milyonlarla il əvvəl yaşamış canlılardan bəhs etmirlər. Amma bəzi teoloqlar maraqlı bir ehtimal irəli sürürlər. Dini mətnlərdə təsvir edilən bəzi sirli məxluqlar qədim insanların dinozavr qalıqları ilə qarşılaşmasının nəticəsi ola bilər. Məsələn, Bibliyada Behemot və Leviathan adlanan iki nəhəng məxluqdan danışılır. Behemot quruda yaşayan güclü və nəhəng bir canlı kimi. Leviathan isə dənizdə mövcud olan qorxunc varlıq kimi təsvir olunur. Bəzi insanlar düşünür ki, bunlar qədim insanların rast gəldiyi iri sürünənlər və ya dinozavr sümüklərinin təsiri ilə yaranmış obrazlardır. Quran-Kərimdə isə konkret dinozavr adı çəkilmir. Amma bir çox ayədə sizdən əvvəlki nəsillər və yox olmuş canlılar kimi ifadələr var. Bəzi İslam alimləri bu ayələri keçmişdə yaşamış bütün məxluqlara, o cümlədən dinozavrlara da işarə kimi şərh edirlər. Yəni, dini kitablar onların mövcudluğunu inkar etmir, sadəcə adlarını çəkmirlər. Bəs yaxşı, bu nəhəng canlılar necə məhv oldular? Bu, ən maraqlı suallardan biridir. Yer üzünə milyonlarla il hökmranlıq etmiş bu nəhəng canlılar birdən-birə necə yox oldular? Elm bu suala bir neçə fərqli cavab verir. Təxminən 66 milyon il əvvəl yer kürəsi tarixin ən faciəli günlərindən birini yaşadı. O gün 10 kilometr enində nəhəng bir asteroid saniyədə 20 kilometr sürətlə yerə çırpıldı. Zərbə Meksikanın indiki Yucatan yarımadasında, sonradan Chicxulub krateri adlanan yerdə baş verdi. Bu toqquşma Hiroşimaya atılan atom bombasından 1 milyard dəfə güclü idi. Zərbənin yaratdığı istilik dalğası 1000 dərəcədən çox temperaturla bütün qitələrə yayılmış yanğınlara səbəb oldu. Göy-üzü qaranlığa büründü. Çünki havaya qalxan toz, kül və kükürt hissədikləri günəş işığını aylarla, hətta illərlə blokladı. Fotosintez dayananda bitkilər məhv oldu. Ardınca isə onları yeyən ot yeyənlər, sonra da yırtıcılar. Yalnız böyük dinozavrlar yox, okean ekosistemləri də zərbə aldı. Dəniz planktonu azaldı, qida zənciri sındı. Qısacası, həyatın bütün bünövrəsi silkələndi. Tədqiqatçılar bu hadisəni KPG sərhəd adlandırırlar. Yer tarixindəki ən böyük kütləvi məhv olma hadisələrindən biri. Amma asteroid tək səbəb deyildi. Bəzi alimlər hesab edirlər ki, bu faciədən əvvəl belə yer artıq böyük təbii stres altındaydı. Məsələn, Hindistan Deccan Traps bölgəsindəki nəhəng vulkan püskürmələri havaya milyonlarla ton kükürt və karbon qazı buraxmışdı. Bu da iqlimi soyudur, dənizlərin kimyasını dəyişirdi. Beləliklə, sanki yer özü dinozavrların hökmranlığına yox deməyə hazırlaşırdı. Asteroid isə son zərbə oldu. Elmi simulyasiyalar göstərir ki, toqquşmadan sonra gələn nüvə qış effekti təxminən 1 ildən çox davam etdi. Qlobal temperatur kəskin düşüb, qaranlıq və soyuq bir planet yaranıb. Bu şəraitdə nəhəng bədənli canlıların yaşaması mümkünsüz idi.
Amma kiçik, çevik, istiqanlı və gizlənə bilən canlılar, məsələn, kiçik məməlilər və quşa bənzər dinozavrlar sağ qaldılar. Bu faciə eyni zamanda yeni bir başlanğıcın qapısını açdı. Çünki dinozavrların yoxluğu milyon illər sonra insanlığın meydana çıxacağı ekosistemin yaranmasına imkan verdi. Əgər o asteroid yeri vurmamış olsaydı, bəlkə də bu gün səma hələ də pterozavrların qanadları altında olardı və biz insanlar heç mövcud da olmazdıq. Bəs sizcə insanlar və dinozavrlar eyni anda yaşayıblarmı? Bu çox verilən suallardandır. Cavab sadədir. Xeyr. Dinozavrlar təxminən 66 milyon il əvvəl məhv olublar. İnsanın ilk formaları isə yer üzərində təxminən 300 min il əvvəl meydana çıxıb. Yəni insanlar və dinozavrlar arasında təxminən 65 milyon illik fərq var. Başqa sözlə, insan yer üzərinə gəldikdə dinozavrların çoxdan izi tozda qalmamışdı. Buna görə də filmlərdə gördüyünüz insanlarla dinozavrların mübarizəsi, Jurassic film üçün falan tamamilə təbii ki, fantaziyadır. Bəs əgər dinozavrlar insanlarla bir dövrdə yaşasaydılar, gəlin birlikdə bir alternativ tarix düşünək. Təsəvvür edin ki, dinozavrlar məhv olmamışdı və insanlar yer üzünə gəldikdə onlar hələ də yaşayırdılar. Dünya necə görünərdi? İnsanlar sakit kəndlər və şəhərlər qura bilməzdilər. Çünki hər an bir T-Rex və ya nəhəng yırtıcı onların məskəninə hücum edə bilərdi. Onlar daha çox mağaralarda, dağlarda və qalın istehkamlar arasında yaşamağa məcbur qalardılar. İnsanlar əkinçiliklə məşğul olmağa çalışsaydılar, nəhəng ot yeyən dinozavrlar bu məhsulları bir gündən məhv edə bilərdilər. Heyvandarlıq isə çox çətin olardı, çünki ev heyvanları dinozavrlar üçün asan yem olardı. Bəlkə də tarixdə silah texnologiyası daha tez inkişaf edərdi. İnsanlar özlərini qorumaq üçün iri nizələr, oxlar, sonradan isə odlu silahlar ixtira edə bilərdilər. İnsanların miflərində dinozavrlar əsas obrazlar olardı. Əjdaha və nəhəng ilan obrazları bəlkə də real həyat təcrübəsindən qaynaqlanardı. Dinozavrlar sağ olsaydı, texnologiyanın inkişafı yəqin ki, daha yavaş olardı. İnsan enerjisini daha çox yaşamaq və qorunmaq üçün sərf edərdi. Əgər bu nəhəng canlılar bu gün də yaşasaydılar, təsəvvür edin şəhərlərdə göydələnlərin başında Brachiosaurus otlayırdı. Kənd yollarında isə toyuq yerinə kiçik Velociraptor sürüləri qaçırdı. Bu həm maraqlı, həm də qorxunc olardı. Əlbəttə, bütün bunlar sadəcə fantaziyadır, amma maraqlı sualdır. İnsan əgər daim dinozavrlarla mübarizə aparmış olsaydı, bu qədər texnologiya yarada bilərdimi? Bəs yaxşı, deyə bilərsiniz ki, dinozavrlar tamamilə yox oldumu? Xeyr. Onların qanadlı varisləri var və bizim aramızda yaşayırlar. Dediyimiz kimi dinozavrlar təxminən 66 milyon il əvvəl yerə düşən nəhəng asteroidin yaratdığı kütləvi fəlakətlə yox oldular. Amma əslində bu tam son deyildi. Çünki onların bəziləri, yəni quşlar, sağ qaldı və təkamül yolunda yeni bir istiqamət aldılar. Elm adamları uzun illər boyu dinozavrların tamamilə yox olduğunu düşünürdülər. Lakin 20-ci əsrin sonlarında aparılan fosil və genetik tədqiqatlar göstərdi ki, bir çox müasir quş növləri, xüsusilə də sərçələr və toyuqlar bir vaxtlar yer kürəsinə hökmranlıq edən teropod dinozavrların birbaşa nəsillərindəndir. Məsələn, məşhur Tyrannosaurus Rex və Velociraptor kimi yırtıcıların sümükləri ilə müasir quşların skeletləri arasında çoxsaylı oxşarlıqlar tapılıb. Hər ikisində 3 barmaqdan ibarət ön pəncələr, içi boş sümüklər, uçuş üçün yüngüllük təmin edirdi bu və ən əsası lüks quş lələklərinə bənzər strukturlar. Bu deməkdir ki, bu gün səmanın azad hökmdarları sayılan qartallar, şahinlər, hətta göyərçinlər bir zamanlar yer üzündə dolaşan nəhəng dinozavrların uzaq nəvələridir. Yəni dinozavrlar tam məhv olmayıb. Sadəcə göyü fəth ediblər. Hətta bəzi tədqiqatçılar zarafatla deyir, əgər dinozavr görmək istəyirsənsə, sadəcə pəncərədən baxın. Oradan sizə baxan bir sərçə onun canlı sübutudur. Bu kəşf təkamül elminin ən heyrətamiz nəticələrindən biridir. Çünki o bizə göstərdi ki, həyat hər dəfə fəlakətlərlə üzləşəndə yox olmur. Sadəcə yeni bir forma alır. Dinozavrlarda məhz bu çevik uyğunlaşmanın ən möhtəşəm nümunələrindəndir. Beləliklə, əziz maarifçilər, gəlin mövzunu toparlayaq. Dinozavrlar həqiqətən yaşayıb. Bunu sübut edən minlərlə fosil var. Dini kitablarda onların adı çəkilməsə də, bəzi məxluqların təsviri onlara bənzəyir. Onlar insanlarla eyni dövrdə yaşamayıblar. Arada milyonlarla illik fərq var. Onların məhvi çox güman ki, asteroid çarpışması və vulkan püskürməsinin birgə təsiri ilə baş verib. Əgər insanlarla eyni dövrdə yaşasaydılar, dünya tamamilə başqa cür yer olardı. Daha təhlükəli, amma bəlkə də daha maraqlı. Dinozavrların hekayəsi bizə kainatın nə qədər qədim, dəyişkən və sirli olduğunu göstərdi. Onlar yox oldular, amma izləri bizimlədir. Həm quşların qanad çırpışında, həm də qədim əfsanələrin
səslənməsində. Və sizcə əgər dinozavrlar insanlarla birlikdə yaşasaydılar, bu gün dünya necə olardı? Fikirlərinizi rəylərdə qeyd edə bilərsiniz. Bizə dəstək olmaq üçün videonu bəyənməyi, kanala abunə olmağı və dostlarınızla bölüşməyi unutmayın. Sizinlə mən Arif Qərib idim. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah'a emanet olun.